Hamıya salamlar, kanalıma xoş gəldiniz. Bu günləri Ausbildung haqqında hər şey danışırıq və bir tərəfdən də nar salatı edirik. Deməli, Ausbildung haqqında ən çox soruşulan şeylərdən və yaxud da yazılanlardan belə bir şey var ki, Atsubilərə tualet təmizlətdirirlər falan filan. Yəni deyirlər ki, ən pis işləri Atsubiyə falan verirlər. Əslində bu realitetdir. Bunu deyənlər heç də yalan demirlər. Çünki Ausbildung eləyənlər tualet də təmizləyir. Amma səhv bunun orasındadır ki, təkcə Ausbildung eləyənlər tualet təmizləmir. Deməli, Almaniyada şirkətlərin demək olar ki, heç biri təmizlik eləyən kimsə yoxdur. Məsələn, bizdə Azərbaycanda hansı şirkətdə həmişə xalalar var da, onlar təmizlik işlərinə baxırlar, onlar eləyirlər. Almaniyada bu yoxdur. Və Almaniyada bu olmadığına görə məcburdur ki, bunu işçilər eləsin. Və işçilər də bunu hamısı eləyirlər. Yəni, tək Atsubilər yox. Tək Atsubilər yox, bunu bütün işçilər eləyirlər. Bütün işçilər eləyirlər. Yəni, Atsubi olaraq, mən də təzə başlayanda, mən də tualet təmizləmişəm. Yəni, tualet yığışdırmışam. Bu tam normal bir şeydir. Bunu heç kim pis başa düşməsin. Yəni, bura gəlib sizə ancaq tualet təmizlətdirmirlər. Təbii ki, təzə başlayanda iş öyrənmək falan, bunların hamısını eləyirsiniz. Amma bir müddətdən sonra artıq sizin də Atsubi kimi vəzifəniz yavaş-yavaş qalxır. Məsələn, ən azından bizdə elədim, başqa yerlərdə dəqiq bilmirəm. Tualet təmizləmə mövzusu bu. Yəni, siz hara getsəz, Almaniyada, harada işə başlasaz, o tualetləri axır ki, işçi təmizləyir. Ona çox xüsusi bir işçi yoxdur. Yəni, hər kəs o işi görməlidir. Yəni, o gün o simində kimdirsə, təmizləməlidir, yığışdırmalıdır. Sonraki mövzulardan işlər ağırdımı? Ümumiyyətlə, işin təbii ki, ağırlığına baxır. Yəqin ki, biz logistikadan danışsaq, logistika bizim işdən daha ağırdır. Çünki orada qaldırmalı olan şeylər var. Məsələn, bizim işdə mənə daha çox yoran şey ayaq üstə durmaqdır. Yəni 8 saat ayaq üstə durmaq. O bir dənə yorur. Amma belə iş çox olanda vaxt tez getdiyinə görə o vaxtın getdiyini belə çox da hiss eləmirsiniz. Yəni bir tərəfdən də əslində vaxt tez getmiş olur. Ondan sonra Ausbildungda ən çox maraqlananlar, hər kəsə belə düşündürən şeylər təbii ki, maaşdır. Heç kimi qınamıram, tam normal bir şeydir. Maaş şirkətdən şirkətə dəyişir. Hər kəsdə eyni deyil. Amma ki, məsələn, bizim şirkət burada deyilir tarif vertraq. O tarif vertraqla işləyirsə şirkətlər, onların hamısında eyni maaşı verilir. Yəni, eyni maaşdır. Tarif üzrə verirlər, eyni maaşdır. Məsələn, biz McDonald'slar sistem gastronomi olduğuna görə, onların demək olar ki, əksəriyyəti tarif vertrağı ilə işləyirlər. Tarif vertrağı ilə işləyənlər də, məsələn, təzə başlayan Atsubilər 1080 falan brutto ilə başlayırlar. Bu netto deyil, xahiş edirəm, əgər kimsə nettonu, bruttonu bilmirsə, geçsin başqa videolara baxsın, məndə də video var, oradan öyrənə bilər. Bu brutto məbləğdir, yəni tam sinəlinizə gələn məbləğ deyil. Ausbildungda neçə saat işləyirik? Bu da ən çox soruşulan suallardandır. Heç kim narahat olmasın. Əgər sizin şirkət həqiqətən qanuni şirkətdirsə, qanunlara önəm verirsə, sizi gündəlik 8 saatdan artıq işlətməyəcəklər. Məsələn, mən 8 saatdan artıq işləmirəm. Çox nadir olar ki, nəsə kömək falan lazım olar. Onda da əlavə qalaram, amma belə 8 saatdan gündə artıq işləmirəm mən. Həftəlik də 40 saat işləyirəm, ondan da artıq işləmirəm. Yəni, necə ki, müqaviləmdə yazılıb, mən o müqaviləyə əsasən işləyirəm. Başqaları mənə də maraqlandırmır. Amma mənim qanuni öz saatlarımı verməlidir. Yəni, öz boş vaxtlarımı da verməlidir. Necə ki, həftədə 2 dəfə mənə boş verməlidir. Yəni, 40 saatdan artıq işlətməməlidir. Tətil necə olur? Tətillər, deməli, əgər bu dediyim tarif vertraqlıdırsa, yəni tarif müqavilədirsə şirkət, onda sizin bir ildə 24 gün minimum, təbii ki, bu artıq da ola bilər, tətiliniz var. Əgər şirkət həftədə 6 gün işləyirsə, onda sizin 24 gün, yox, 5 gün işləyən şirkətsə, onda sizin illik 20 gün tətiliniz var. Təbii ki, bu minimumdur. Bu tətili də istədiyiniz kimi istifadə edə bilərsiniz. Bu tətili sizə verməlidirlər. Başqa cürə bir yolu yoxdur. Bu tətili hər cürə sizə verməlidirlər. Bəs Almaniyada deyək ki, xəstə oldunuz, yəni işə gedə bilmirsə, onda nə olacaq? Gedirsiniz həkimə, hər kəsin burada ailə həkimi var. Həkiminizə gedirsiniz, ya da bir günlük bir şeydirsə, adətən zəng eləsəz də olar. Deyirsiniz ki, mən xəstəyəm, özümü yaxşı hiss eləmirəm, qızdırmam var, qusuram falan filan. Onlar sizə xəstəlik kağızı verirlər. Azərbaycanda da var əslində bu. İşte onu şirkətə avtomatik elə özləri göndərirlər. Nə qədər müddətində xəstəliyiniz çəksə, görsəz yaxşı deyilsiniz, yenə gedib təzədən artıra bilirsiniz. Bunu açdım, amma belə yapışqan kimi belə içində beləncə var. Bunu yuyulmalıdır bu. Heç bir məlumatım yoxdur. Bu necə istifadə edirlər?
Məncə ən yaxşısı bunu yumaqdır. Çünki nəsə bir yaxşı şey oxşamadı gözümdə. Yəni belə yapışqan olmağı məncə. Bu nədir belə? Belə yapışqan su. Aparım bunu yuyum gəlim. Nəsə heç ürəyimə yatmadı. Məncə yusam daha yaxşıdır. Bəs siz məktəbə nə edirsiniz? Məktəb ümumiyyətlə nədir? Məktəbdə öyrənirsiniz, teori dərslər keçirsiniz. Çox da belə çətin deyil, normaldır. Yəni ilk başlar çətin ola bilər, tam normal bir şeydir, heç narahat olmayın. Hər kəs üçün elə olur zaten. İlk başda hər kəs üçün çətindir. Amma sonradan yavaş-yavaş təbii ki öyrəşirsiniz, alışırsınız. Ona görə narahat olmayın. Məktəbdə həftədə normalda başlayanda 2 dəfə gedirsiniz. Ondan sonra əgər sizin məktəb həftəlikdirsə, blok dərslərdirsə, onda da 1-ci gündən 5-ci günə kimi məktəbə gedirsiniz. Həftə sonlarda boş olmalısınız. Yəni bu qanunsal bir şeydir. Çünki siz həftədə 5 gün işləyirsiniz. Öz qanunlarınızı öyrənin təbii ki, çox yaxşı bir şeydir. İmtahanda da düşür bu arada. Öz qanunlarınızı öyrənin. Bu arada əgər siz məktəbə gedirsinizsə, məktəbə getməzdən əvvəl bazar günü sizə boş verməlidir ki, siz 1-ci məktəbə gedirsiniz. Yəni bunları bilin, bunları öyrənin. Bunlar sizin tam haqlarınızdır. Heç kimsi məcbur edə bilməz nəyəsə. İndi arada onları nə bilim, şirkətin ehtiyacı var falan gedərsiniz. Kömək elərsiniz. Amma başqa cürə yox. Bəs tutalım ki, siz bayram günü işlədiniz. Onda nə olacaq? Əgər bayram günü işləyirsinizsə, və sizin müqavilədə yazılıbsa ki, bayram günü işləyəndə pul ödəniləcək, onlarsa pul ödəyirlər. Yox, əgər yazılırsa ki, bayram gününə əvvəl sizə boş gün verəcəklər, onda sizə bir gün həmin gün üçün boş verməlidirlər. Yəni, fray verməlidirlər, siz evdə olmalısınız. Boş gününüz olmalıdır. Bu arada sınaq müddəti nə qədər olur? Avqust başlayanda bu ola bilər, 3 ayda ola bilər, 4 ayda ola bilər, 1 ayda ola bilər, 2 ayda ola bilər. Amma 4 aydan çox ola bilməz. Sınaq müddətində sizə heç bir səbəb göstərmədən sizi işdən çıxarda bilərlər, yazılı şəkildə. Və siz də işdən çıxmaq istəsəz, heç bir səbəb göstərmədən yazırsınız, işinizdən çıxırsınız, məsəl üçün. Amma sınaq müddəti bitəndən sonra, əgər sizin müdürünüz sizin işdən çıxarmaq istəsə, sizə əsaslı bir səbəb göstərməlidir. Yəni belə başına görə sizi işdən çıxarda bilməz. Ona görə sınaq müddətində biraz daha altdan alın. Sınaq müddəti qutarandan sonra rahatca işləyərsiniz. Yəni problem olmur. Məsələn, mən nəyi dəyişərdim Avqust müddətində? Mən 2 ildən çoxdur da, yəni bu firmadayam. Əslində 2 ildən çox deyildi, 2 il. Bu firmadayam. Və mən demək olar ki, xəstə olsam belə həmişə işə getmişəm. O mən səhv kimi görürəm. Yəni həqiqətən deyirəm, xəstə olanda işə getməyin. Yəni xəstə yazdırın. Bu sizin tam hüququnuzdur. Sizə buna görə heç kim heç nə deyə bilməz. Yəni onu deyərdim ki, əgər xəstəsinizsə, xəstə yazdırın. Yəni mənim kimi işə getməyin. Mənim köhnə ağlım olsaydı, mən həqiqətən xəstəliyi yazdırardım və işə getməzdim. Bunlardan biraz istifadə edin. Açıq olanda daha rahatdır belə şeylər. Sizə işmiş də deyə bilməz. Zaten xəstəsizsə xəstəsiz. Sizi məcbur edib işə gətirə bilməzlər. Avqust müddətində sizin dəftəriniz olur. O dəftərə Avqust müddəti ərzində işdə nə iş görmüsünüz, məktəbdə nə iş görmüsünüz, onları yazmalısınız. O olmalıdır. Yəni o olmasa imtahana girə bilmirsiniz. O mütləq yazılmalıdır. Sizin müdürünüz də imza atmalıdır. Mütləq bir şəkildə. Yəni o sizin üçün lazımdır. Onu elətdirin. Dərsləri də çalışın, oxuyun. Yəni çox da çətinlik olmayacaq. Bir müddətdən sonra öyrəşəcəksiniz. Qiymətləriniz də düzələcək. Ola bilər ki, 1-ci il qiymətləriniz yaxşı olmasın. Amma 2-ci il, 3-cü il qiymətləriniz yaxşı ola bilər. Düzəldə bilərsiniz. Yəni ondan narahat olmayın. Bir yerdən sonra düzələcək. Tutalım ki, Avqust imtahanından keçmədiniz. İlk dəfədən danışıram. Tutalım ki, kəsildiniz. Nə olacaq? Onda siz 6 ay təzədən oxuyacaqsınız. Təzədən imtahan verəcəksiniz. Bu arada müdürünüz deyə bilməz ki, yox, sən 6 ay davam eləmirsən. Onu vermək onun borcudur. Amma siz deyə bilərsiniz ki, mən artıq 6 ay davam eləmək istəmirəm, mən getmək istəyirəm falan. Bu da sizin haqqınızdır. Tamam ki, o 6 aydan sonra yenə kəsildiniz, nə olacaq? Sonra bir dənə də şansınız var, yenə imtahana girə bilərsiniz. O imtahandan da kəsilsəz, bir dənə imtahana girirsiniz. Amma o imtahana kəsilsəz artıq heç bir şans yoxdur. Yəni bitdi kimi bir şeydir. Yəni mən düşünürəm ki, o qədər şans, 3 dənə şansdır. Məncə artıq dəyərləndirmək olar. Kimsə yəni keçə bilməyən insan məncə o şansını qiymətləndirə bilər. Başqa Avqust haqqında nə deyə bilərəm sizlərə? Avqust düzdür, maaşlar azdır. Amma ki, aylıq xərclərinizə yetir. Sadəcə təbii ki, şəhərdən asılıdır, hansı şəhərdə qalırsınız.
Çox kira ödəmək həqiqətən bir şey deyil. Məsələn, otelin üstünlükləri var ki, otellər adətən bir dənə otaq verirlər sizə. O otaqda qala bilirsiniz. Bu əslində çox böyük üstünlükdür. Yəni ev axtarmaq falan bunları eləmirsiniz. Rahat olursunuz. Demək olar ki, hər şeyi hazırlamışam, toplamışam. İndi yavaş-yavaş hər şeyi bir-birinə qatacağam. Nəysə. Ausbildingdə ən çox soruşulan şeylərdən də biri yaş məhdudiyyətidir. Təbii ki, bu tam normaldır ki, müdürlər hamı gənc nəslə daha çox üstünlük verirlər. Əslində Ausbildingdə heç bir yaş hüdudu deyilən bir şey yoxdur. Çünki təhsilin yaşı yoxdur. Amma ki, istər-istəməz bütün müdürlər istəyirlər ki, təbii ki, gənc nəsillə işləsinlər, gənc nəsil olsun. Ona görə də bizdə Azərbaycanda bəzi şirkətlər 35-dən yuxarı götürə bilmirlər. Çünki onlar da yalandan söz vermək istəmirlər, yalandan kimsə pulunu almaq istəmirlər. Çünki çox çətin tapılır. Yəni, hər kəs onu qəbul eləmir. Ona görə də onlar da sizdən yalandan pul almaq istəmirlər, eləmirlər. Məncə bir tərəfdən də düzgün edirlər. Nəyə görə insanlar pulunu alsınlar, sonra da adları çıxsın ki, yəni pulumuzu aldı, amma işini eləmədi. Çünki zaten çətindir, ona görə də eləmək istəmirlər. Amma belə, özünüz təbii ki, bu yaşı çox olanlara deyən, təbii ki, özünüz müraciət edə bilərsiniz, yox deyə bilərsiniz. Həyatda da bilmək olmaz. Bəlkə haradasa şansınız tutar, sizə eləmişə qəbul edənlər. Amma şirkətlərin çox ona görə biraz uzaq dururlar yaş məhdudiyyətinə görə. Bunu deyirəm ki, salat dadı çox yaxşı olar. Çünki mən bu salatı həyatımda birinci dəfə də hazırlayıram. Heç bu salatla heç bir əlaqəm olmayıb vaxta kimi. Ausbilding eləməyə dəyərmi? Əslində dəyər. Burada bir gələcək qurursunuz. Bir həyat qurursunuz özünüzə. Niyə də dəyməsin? Dəyir məncə. Yəni, oxumaq pis bir şey deyil. Oxumaq insana gələcək verir, bilik verir. Bunları yaddan çıxarmayın. Kimsə Ausbilding eləmək istəyirsə məncə eləsin. Təbii ki, iş vizasına da gəlmək olar. O da təbii ki, asan yoldur. Amma kimsə burada gələcək qurmaq istəyirsə, karyera qurmaq istəyirsə, yəni həyatını tam bura üzərinə qursa, məncə Ausbilding eləmək çox əla bir fikirdir. Mən hər kəsə də əslində məsləhət görürəm. Sadəcə belə bir şey var ki, gərək yaxşı müdürünüz olsun, sizi incitməyən insanlar olsun, sizin haqlarınızı tapdalamasınlar. Belə insanlar tapmaq lazımdır ki, Ausbilding eləyəndə peşman olmayasınız. Ausbilding eləyənlər çox niyə peşmandır? Pis müdürün əlinə düşürlər, işləyəndə onlar çox yorurlar. Ona görə də Ausbildingin adı olub ki, Ausbilding yəni yaxşı deyil, pisdir. Heç kim Ausbildingdən gəlməsin. Amma elə şirkətlər var ki, həqiqətən Ausbildingi əl üstündə gəzdirirlər. Yəni elə şirkətdə düz hər kəsə qismət olmur. Amma ki var, elə şirkətlər də var. Düzdür, bizim şirkətdə də Ausbildingi əl üstündə gəzdirmirlər. Amma en azından qayda qanunlarımızı əzmirlər ya da bizi də əzmirlər. O ən yaxşı cəhətidir. Val deyil. Neyse mayonez çok az olur, bilmiyorum. Biraz da tuz az da. Biraz da istiyordu az da. Her şey azdı. Çünkü lobya da kurudu. Her şey kurudu. Ve sos yoktu. Elə bir sos olmur. Yani mayonez ne kadar vururam elə bil az gelir. Ha, bugün değil böyle. Salatını da gördünüz. Belə bir salat idi. İnternetten görmüştüm bunu da. Hiç salat değil, yaxşı salatdır. Mayonez olunca daha yaxşılaşır. Bu arada orada soğan da vurdular. Şimdi ben hamısına yok. Bir damcı ayırdım ki birazını soğanlı yiyərəm. Tadına baxmaq üçün. Qalanını soğansız. İkisi də əl olur. Bugün biraz Ausbilding hakkında danışdıq. Özünüzə müayit olun. İnşallah yenə görüşərik. Salatın reseptini istəyənlər aşağıya yazsınlar. Orada yazacağım sizə. Sağ olun.